Değerli izleyiciler, Praga'da Forum 2000 adlandırılan konferans bugün növbəti toplantısına başlayıb. Bu iki toplantıda Azərbaycandan müxalifət lideri Əli Kərimlinin çıxışı nəzərdə tutulub. Əvvəlcə ondan başlayaq ki, Forum 2000 nəyə görə Avropanın və dünya siyasətinin mühüm tədbirlərindən biri sayılır? Forum 2000 fondu 1996-cı ildə təsis edilib, qurucuları arasında keçmiş Çexiya prezidenti Václav Havel, Yapon xeyriyyəçi Yohei Sasakawa və Nobel mükafatçısı Elie Wiesel var. Fondun əsas ideyası müxtəlif mədəniyyətlərdən, kontinentlərdən, dinlərdən, intellektual sahələrdən olan insanların demokratik dəyərlər, insan hüquqları, mədəni və etnik dözümlülük üzərində açıq müzakirələr aparması üçün platforma yaratmaqdır. Forum 2000 fondunun həyata keçirdiyi əsas layihələrdən bir neçəsini sadalamaq istəyirəm. Forum 2000 konferansları hər il Praqada keçirilir və demokratiya, insan hüquqları, dinlər arası dialoq, texnologiyanın rolu kimi aktual mövzular müzakirə olunur. Məsələn, 2025-ci ilin konferansının mövzusu dünyada demokratiyanın davamlılığının təmin olunmasıydı və s. Forum 2000 beynəlxalq mükafatı həm də cəsarət və məsuliyyət mükafatı adlandırılır və 2021-ci ildən etibarən təqdim edilməyə başlayıb. Demokratiyanın qorunması, insan hüquqları, ictimai məsuliyyət kimi sahələrdə fəal olan fərd və ya institutlar bu mükafatla təltif olunur. Keçmiş illərin laureatlarına misal olaraq 2024-cü ildə Rosya San Miguel Venezuela'dan, 2023-cü ildə Vladimir Karamurza Rusiyadan, 2022-ci ildə Zhang Zan Çindən və başqaları bu mükafatı alıblar. Rəsmi təqdimatına əsasən Forum 2000 demokratik geriləmə halları və demokratiya prinsiplərinin zəifləməsi ilə bağlı problemlərə qarşı beynəlxalq dialoqu gücləndirmək məqsədi daşıyan təşəbbüslərdən biridir. Forum 2000 sivil cəmiyyət təşkilatlarının fəaliyyətlərinin tanıdılması və əlaqələrin qorunması üçün platformadır. Təşkilatlar burada öz fəaliyyətlərini təqdim edir, sponsorlarla tanış olur və təcrübə mübadiləsi aparırlar. Forum 2000 həm Çexiyada, həm beynəlxalq səviyyədə demokratiya və insan hüquqları mövzusunda fikir mübadiləsinə önəmli töhfə verir. Fondun konferansları çox vaxt tanınmış xarici liderlər, Nobel mükafatı laureatları, ictimai xadimlər, akademiklər və mediadan nümayəndələri bir araya gətirir ki, bu da problemlərin müxtəlif perspektivlərdən müzakirə olunmasını təmin edir. Mükafat sistemi vasitəsilə cəsarətli fəaliyyət göstərən insanlara diqqət çəkir, onların durumuna beynəlxalq media və ictimaiyyətin diqqətini yönəldir. Bu da bəzi hallarda onların müdafiəsinə və ya həbsxanalardan azad edilməsinə kömək ola bilir. Dediyim kimi, bu ilki toplantıda AXCP sədri Əli Kərimli çıxış edəcək. Bu çıxışı mən sizə çatdıracağım. Amma əlbəttə siz bilirsiniz ki, Əliyev rejimi Əli Kərimlinin ölkədən çıxışına qadağa qoyub. Buna baxmayaraq forum iştirakçıları onun onlayn çıxışını gündəliyə əlavə ediblər. Bu, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan insanlara dəstək kimi nəzərdə tutulan ciddi addım olaraq qiymətləndirilir.